Bir neçə gün öncə Türkiyədə təkfirçi xavaricilərin öndə gedəni Abu Hanzala adında biri deməli həbs edildi və Türkiyədəki kütləvi informasiya vasitələri bu məsələni işıqlandıraraq onu sələflərin lideri kimi təqdim etdilər. Deməli onun sələflərin lideri kimi təqdim edilməsi nə anlama gəlir? Yəni onu özünə daha uyğun olan firqələrə nisbət etmək olmazdımı? Məsələn, Maturidilər, Əşarilər, belə deyək, Hizbilər, xavaricilər, bəli. Yəni əslində o xavaricilərin lideridir. Sözsüz ki, burada ola bilsin qərəzlidir. Ola bilsin burada media, ola bilər burada qərəzli şəkildə onu sələfilərin lideri adlandırır. Çünki sələfilik, biz bildiyimiz kimi sələfilik nədir? Sələfilik bir firqə deyil. Bu sadəcə bayaq qeyd etdiyimiz mövzuda Əhlüsünnə və Cəmaədir. Eyni. Sadəcə özümüzü sələfə nisbət edirik. Sələf də kimdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, elə bizim sələfimiz Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, onun sahabələri, tabiinlər və onun yolu ilə gedənlər. Yəni bizim sələfimiz onlardır. Ona görə biz özümüzü onlara nisbət edirik, biz onların yoluna gedirik. Çünki Allah Teala Qur'an-ı Kərimdə bizə buyurur ki, məhz onların yolu ilə gedənlər nicat tapar. Necə ki Allah Teala Qur'an-ı Kərimdə Bəqərə surəsində buyurur ki, فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدْ اهْتَدَوْا. Əgər onlar sizin etiqad etdiyiniz, yəni iman gətirdiyinizin eynisinə iman gətirsələr doğru yolda olacaqlar. Allah Teala bunu bizə digərlərinə müraciət edir ki, əgər onlar, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründə yaşayan qeyri-müsəlmanlar və həmçinin bu hamıya aiddir. Yəni demək ki, kim Peyğəmbər sallallahu əleyhi və səlləm və onun yolu ilə gedənlərin iman gətirirsə doğru yolda olacaq. Həmçinin hədis keçdi bizdə. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşurlar ki, o nicat tapan firqə kimdir? Deyir, mən və sahabələrim üzərində olan. Yəni sələf bunlardır. Ona görə də biz də görürük ki, Abu Hanzala təkfirçi, bunun dedikləri, bunun etdikləri heç də Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dediyinə uyğun deyil. Yeryüzünün heç bir yerini müsəlman ölkəsi görmür, cümə namazı qılınmır. Hətta Məkkəni və Mədinəni belə, yəni Kəbənin darul küfr görür, kafir görür oranı. Alimləri təkfir edir. Yəni bu Peyğəmbər sallallahu əleyhi və səlləmin yoludur. Məsciddə getmək olmaz və s. Yəni bu Peyğəmbər sallallahu əleyhi və səlləm bu sələfilik deyil. Sələfilik əksinə sələfilik məscidlərə getməyi buyurur. İnsanları subulsuz, dəlilsiz təkfir etməyi qadağan edir. Cümə namazını vacibdir. Sələflərin yolu budur. Bu insan təkfirçidir, xavaricidir. Hələ əqidəsini axtarsan başqa bir çox batil fikirlər və s. Bu insanı, yəni sələfə nisbət etmək heç düzgün deyil. Yəni bunu mən ola bilər ki, media bilmir, məlumatı yoxdur. Çünki Türkiyədə sələf qardaşların dəvətləri də çox zəifdir. Yəni onlar görünmürlər demək olar ki. Onlar görünmədiyinə görə bu xavaricdə çıxır özünü sələfə nisbət. Çünki onun özünü sələfə nisbət etməyi onun üçün fəxrdir. O fəxr bilir özünə. Amma halbuki sələfdən onun heç bir əsər əlaməti yoxdur. Ona görə də düzgün deyil onun sələfə nisbət etməsi. O xavaricdir. Və belə də demək olar, demək lazımdır. Xavariclərin lideri, təkfirçilərin lideri və s. bu kimi. Sələflərin lideri heç vaxt ola bilməz o. Çünki sələfilik onun etdiyi əməllərdən, onun əqidəsindən uzaqdır.